Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Yeni bir proqramla sizin hüzurunuzdayıq. Bugün Güney Azərbaycandan iki Türk təmsilcimiz var. Təbrizdən Kaya Kərimoğlu və Qaşqay Türklərinin, eyni zamanda da Qay partiyasının sözçüsü Altay Qaşqayı. Hər ikinizi salamlayıram, xoş gəlmisiniz. Selamlar size de, herkese. Altay Bey. Salamlar olsun, salamlar sayarlar sizə və izləyicilərinizə. Teşekkür edirəm. Güney Azərbaycanda da, Qaşqay Türklərində də, İranın tamamında da vəziyyət bu dəqiqə gərgindir və bizim narahat olduğumuz təbii ki İranın, biz insan sevən millətik. Bütün insanların problemi, narahatçılığı, oradakı yaşadıkları bizi narahat edir. Amma Türklərin problemini də önə çəkmək, Türklərin narahatçılığını da önə çəkmək bizim vəzifəmizdir. Bugünkü durumla bağlı, bugünkü son durumu dəyərləndirək. Nədir orada durum? Ondan sonra mən suallarımı ünvanlayacağım hər ikinizə. Birinci istəyirsiniz Altay Bey, siz başlayın. Durum zaten yani çok bellidir, xəbərlərdən hər kəs görə bilir. İndiki yani hükümetin bütün təsisatlarına işte yani nasıl derler Türkiye'de enerji kaynaklarını, bilmem enerji üretilen fabrikaları filan, üreten fabrikaları filan mesela çoğunluğunu vurmuşlar. Bir de polis üstleridir, askeri üstlerdir. Bunların bütününü vurmuşlar. Üst derim çünkü İran'ın sistemi Türkiye kimin değil. Yani Türkiye'de polis askeri bir birim değil. Ama İran'da polis de aynı asker gibidir. Hiç farkları yok. Zaten bir bakanlığa bağlılar. Aynı şekilde hareket ederler. Onların üstlerine vurmuşlar. Yani benim tahminim budur ki İran'da yani şu anda bunların istediği ve yani yolu ki seçmişler budur ki İran'da Suriye'nin öncesi kimin bir ülke ortaya çıkardılar. Çünkü hükümetin nizami üstlerine vururlar. Bir taraftan da işte kaynaklarını, enerji kaynaklarını vururlar, enerji kaynaklarını, fabrikalarını falan onları vururlar. O üstlere vurunca hükümet içeriden güçsüzleşir. Güçsüzleşince daha arsız bir hal alır ve daha çok kendi milletine saldırır. Yani zaman geçince işte bu olaylar bitince savaş daha baskıcı olur, daha vahşice hareket eder ve içeriden de büyük komutanları, büyük işte başlarını işte öldürdükten sonra bunlar başıboş olurlar. Başıboş olduktan sonra da Suriye'de savaş başlayınca nasıl polis istediğini yapardı, asker istediğini yapardı, istedikleri şekilde zulmederlerdi. İran'da o hale alır, yavaş yavaş içeriden de yani gördük Trump şeylere, Azerbaycan tarafında olan Kürtlere de demişti siz de çıkın, siz de savaşın falan. O taraftan da işte daha grupları da ortaya çekmek ister, iç karışıklık çıksın ve az iller süresinde içeriden ülke çöksün. Hele ki konuşmalarında da der zaten, der ki ben ülkelerine bir hala koydum ki ne kadar daha çalışsalar eski bir ülke yani o eski haline geri getirebilmezler. Daha oraya bir ülke edebilmezler. Yani Qaşqay Türklərindən həlak olanlar var mı? Hala ki biz Qaşqaylar vəfat edənlər, bəli, üzr istəyirəm, bəli. Qaşqaydan da içeriden haber alamayırıq maalesef. Yani internet tamamen kapalıdır. Ama yani geçen protestolarda filan da Qaşqaylardan çok ölen oldu. İndi de ben az çok bağlanabilen arkadaşlarla konuştuğum zaman derler. Yani mesela Şiraz'daki arkadaşlarımla konuştuğum zaman derler ki işte füzenin sesi kesilmiyor. İHA'nın, SİHA'nın, bilmem patlamanın sesi kesilmiyor. Arda var. Yani hatta bu kadar ki benim kendi evimin yanına vurmuşlar. İran'daki bizim aile evinin yanına vurmuşlar. Allah şükür olsun bizim işte aileye zarar gelmemiş. Ama işte biraz bu tarafa olsaydı ne olacağı zaten belliydi. Savaştır işte. Yani Evet.
Bəli, anladım. Mən bir daha dəqiqləşdirmə gətirmək istəyirəm. İranda yaşayan Azərbaycan türklər izləyəcəklər. Ona görə həlak Azərbaycanda qəhrəmancasına vəfat eləyənlərə deyirlər. Ona görə, yəni bizdə anlam fərqi olduğuna görə belə bir anlaşılmazlıq yaradı. Kaya bəy, Təbriz vuruldu, Urmu vuruldu. Bu gün son durum nədir Güney Azərbaycanla bağlı? Sizə belə deyim ki, mənim öz baxışım bu idi. Yəni Trump bu savaşı başladanda fikr eləmirdi bir belə uzun sürəcəkdi. Yəni öz nəzərində deyirdi bir-iki yeri vururam, bir-iki dənə qaynaq vururam. Birincisi ən böyük istəkləri Xameneyini vurmaq idi ki, onu vurandan sonra bir zətlər yatışar. Ancaq xub, həmişə mən deyərəm, bu Cümhuriyyət İslamı dörd əli ilə tutunubdur ki, getməyə. Savaşın içində mənim nəzərim heç Təbriz ya da Urmiya filan yox idi. Çünki bunlar bu cür deyim, onların istədiyi bölgələrdən uzaqda idi. Ancaq buraları vurmaqları bir tərəfdən istədilər. Əgər istəyərlər bir günü Əraqdan, yayadan əskər soxarlar məmləkətin içinə, oradakı yerləri təmizləyərlər. Özlərinə yol açıldılar. Çünki bu günlərimə Təbriz ya da Urmiyanın vurulmağı sistemə bir xisarət vermək mənim nəzərimdə heysatdır. Yəni Tehran ya məsələn bu günlərimə Əhvaz ərəb tərəflərində məsələn petrol qaynaqlarını vururlar. Hökuməti zəiflətməyə xatir ya Tehranda başdakıların evlərini vururlar. Ancaq burada Təbrizin vurulmağı ya Urmiyanın vurulmağı fəqət gələcəyə yol açmaq idi. Yəni harcı bir zət deyirdi. Hələ də dediyimiz kimi şükür olsun çox bizim tərəflərdə, mən Qaşqayda deyim, mən çox danışıram oralarından. Şükür olsun orada heç kəs feylən vəfat eləməyibdi və oradakı heç kəsə bir xəsar gəlməyibdi. Təbrizdə də bildiyim 4-5 nəfər buracan feylən vəfat ediblər. Çoxlu şeyimiz yoxdur, yəni o cür bir insani xəsarətimiz yoxdur hətta. Ancaq o çoxlu evləri vurdular, çoxlu bu cür deyim yanlış adres deyərik vurublar. Yəni o şey ki üstdən görünür vurulacaq idi. Yəni bir dənə boş yeri vurublar. Ancaq onun yanında evlər var idi, evlər dağılıbdı filan. Dediyim kimi Trump mənim nəzərimə deyirdi bir həftənin içində bu zəngin əleyhan yığışdırıram. Ancaq indi özləri də görüblər ki, elə bir batağın içinə giriblər ki, ya gələ davamını gətirə, bir yerdə qutara, ya da ki huzursuna çıxıb getsə gələ indi bu günlərimə cərimə verə. Çünki bir dənə məmləkətə giribdi, o məmləkəti dağıdıbdı, məcburdur qəramət verə. Çünki indi çıxsa eşiyə deyəcəklər zəngi tuzubsan. Ona görə gələ axırına zəngidə ta görən olur. Təşəkkür eləyirəm. Mən ümumiyyətlə çox üzüldüyüm bir məsələ var. Bunun Altay bəydən fikrini soruşmaq istəyirəm. Güney Azərbaycan türkləri təbii ki, onlara da bu qədər hani oradan bağlı xəbərlərin yayılmağı çox belə fayda gətirmir. Onlar da qurtula bilmirlər. Amma Qaşqay türkləri, digər türk orada türk millətinin təmsilçiləri biraz kölgədə qaldı. Yəni xəbərlər anlamında yetərincə xəbərlərini ala bilmirik, yəni yayılmır. Televizorlarda olan proqramlarda yetərincə mövzu olmurlar. Ümumiyyətlə, ümidi nə idi Qaşqayların? Məsələn, bu gün molla rejimi dəyişsə, nədir ümidləri? Məsələn, rejim dəyişikliyindən nədir? Qaşqayın məsələsi bir günlük, 2 günlük bir məsələ deyil. Yəni bu gəldiyi durum 2 günün sonucu deyil. 40 il bir kimliyin silmək şeyidir, sonucudur. Necə oldu? Bunlar inqilabın, yəni devrimin başından sonra, hətta Pəhləvi dönəmindən bu başladı. Belə ki, tüfəngin içinə qurşunları Pəhləvi qoydu, amma tüfəngin maşasını sıxan şey oldu. İran İslam Molla rejimi oldu. Ondan sonra bunlar belə etdilər ki, hətta devrimin başlarında Qəşqayın adı yasaqlandı. Yəni artıq heç bir yerdə, heç bir kitabda, heç bir televizyonda, heç bir radioda Qəşqayın adı keçmirdi. Və Qəşqay yerində əşayer deyildir, göçəbə demək, köçəbə. Bunlar gəldilər, illərcə Qəşqayı uzaqlaşdırdılar və hər tərəfdən də Qəşqayın siyasi olmasına izin vermədilər. Qəşqayın böyük şirkətlər qurmasına izin vermədilər. Qəşqaylıların bazarda çox bəlli bir şəkildə olmasına izin vermədilər. Yəni birincisi, sən Qəşqaylıları fəqirləşdirirsin. İkincisi, heç bir yerdə adlarını gətirməzsin. Üçüncüsü, heç bir şəkildə siyasətə qarışmalarına izin verməzsin. Və yavaş-yavaş assimilyasiyon sürecində sən bunları tamamen yox edərsin.
Bu 40 ildən sonra bizim Qay Partisi quruldu. Yəni daha önce bizim aydınlarımız da var idi, çalışanlarımız da var idi, büyük şairlərimiz var. Hətta bir çox fəalımız var. Amma Qay Partisi gəldi 40 ildən sonra Qəşqaya yenə bir siyasi yüz verdi. Yəni gəldi İsviçrədə deməli partimizin bizim mərkəzi İsviçrədir. İsviçrədə bir parti quruldu. Bu parti Birləşik Millətlərə kadar ələ uzandı. Birləşik Millətlərdə bir səndəliyə konfer qazandı. Orada hər il konferanslar verir. Konferansların sonucunda məsələn gedir orada misal, yəni örnək. Bunca ildir deyir ki, Qəşqaylıların siyasətdə olmasına izin verməmişlər və bunu Birləşik Millətlərə sunar ki, İran hökuməti böyle bir deməli asimilasyonla soykırım yapar, milləti yox etmək istər. Qəşqaylıların siyasətdə olmasına hiçbir şekilde izin vermir. O oylamaya geçer. Diğer ülkeler ona oy verdiklerinde İran'ın karşısında qaçnamə deyirlər İranda. Bilmem Türkiye'de ya Azerbaycan'da ne olur? Bir yazı, bir sənəd yazılır. O şekilde ki, eğer İran Qəşqaylıları məsələn intizada gətirməsə, siyasete gətirməzsə, ona karşı dünya ülkeleri bəzi ambargolar uygular. Ambargolar. Bu bir siyasi gücü idi Qəşqay için ileri geldi. Yani yıllar sonra Qəşqay yine siyasi alanda bulunmuş, Birləşik Millətlərə kadar gitmiş, birçok istədiyini İran İslam Cumhuriyyətinə zorlaya bilmiş. Bu burasına kadar. Ondan sonra biz Qəşqayın siyasetine baktığımız zaman Azerbaycan kimin durumlara bakabilmeydik. Yani neden? Çünkü Azerbaycan şimdi Türkiye komşusudur. Kuzey Azerbaycan komşusudur. Bir de şəhərlərdə məsələn %80, %90, hətta %100 Türk yaşayır. Amma Qəşqay durumu ucuz deyil. Qəşqayda şəhərlərdə ən çoxunluq olduğu, məsələn şəhərlərdə Firuzabadda məsələn %90 olabilir, amma digər şəhərlərdə %60, %70, hətta %50, %40 aşağı yuxarı bu civarda. Yanında diğer millətlərdə yaşayır. Türklərlə sınırı yoktur. Sınırı olabilir ama çok zordur. Bu yüzden Qəşqayın İran'dan ayrılmak gibi bir durumu yok. Yani bugün de yok. Eğer gücü olsaydı, eğer ayrılabilseydi ilk kişi ki onun için savaşırdı mən idim. Ona göre biz Qəşqayın coğrafyasına baxaraq, Qəşqayın durumuna baxaraq, Qəşqayda işlenen asimilasyonun durumuna baxaraq məcbur tək çarəmiz federalitədir. Yani İran'da eğer bir federal sistem otursa, Qəşqay o federal sistemde hakkını alabilir. Bağışlayın, ben biraz uzun da danıştım. Ama istediğim kökünden şeyden. Federal sistemde ne olur? Biz gelirik Qəşqay için bir coğrafya çizirik. Yani mesela deyirik ki, İsfahanın kuzeyinden Bəsrə Körfezinə kadar Qəşqayın yaşadığı yerlere sınır çizirik, deyirik bu Qəşqay coğrafyası. Ama mesela budur. Sabah rejim yıkılandan sonra ben o coğrafyayı tamamen kendi kontrolümde alabilir miyim, bilmez miyim? Bende elə bir güç olmaya da bilər. Ben savaşırım. Kendi canımı, benim yolumda olan, benim gibi düşünenler hamımız kendi canımızı ortaya koyuyoruz. Ama sonuç ne olur belli değil. Hı. Federalla Federal bağlı sizin cevabınızı aldım. Bunu devam ettirerek Kaya Bey de katılsın müzakiremize. Ben bildiğim kadarıyla Kaya Bey Pişəvəri de zamanında Qaşqaylara bir mektup yazmıştı. Mektup ünvanlamıştı. Ümumiyyətlə bugün Güney Azərbaycan mübarizəsində Qaşqaylar daxil İran genelinde yaşayan digər türklərlə bağlı fikir nədir? Yəni plan program demirəm də, indi biraz bu böyük səslənmiş olar məncə, amma fikir nədir? Baxın, indi biz bu baxışda baxırıq. Bizadı istəsək başladaq, bir yerdən gələk başlana. Bugün Altay bəy bir daha söz dedi. Dedi ki, bugün nəmə, mən bilsəm Qəşqayı istiqlalın ala bilər, özüm savaşaram. Altay bəy burada bunu deyir ki, Qəşqayının coğrafiyasına bağlı, oradakı azınlıq, çevrədəki komşularına və Türk ülkələri ilə sərhəddə olmamağına görə biraz zor bir zatdır. Ancaq bu günlərimə bu işi başlatmasaq, federalitə, mən heç vaxt federalitə ilə İran sistemində yəni müvafiq deyirəm. Niyə? Çünki mərkəzi sistem yenə də bizə
əzəcəkdir, bir yerdən sonra yenə bizi qarışdıracaq özünə. Yəni federalitə eyni pişəvəri kimi 1 il, 2 il davam gətirər. Sonra yenə bir nəfər çıxar üstünə, yenə hamını qarışdırar bir-birinə, yenə millətlərin haqqı zayi olar. Ona xatir mənim baxışım budur. Mən bu günlərimə Güney Azərbaycan biz deyəndə biz Güney Azərbaycan içində Qəşqayıda görürük. Hətta Türkəməni də görürük. Yəni biz Gülistanacan görürük bunu. Ancaq gələk bir yer. Bu günlərimə biz niyə güvənirik? Kimə güvənirik çoxlu? Quzey Azərbaycana. Niyə? Çünki Quzey Azərbaycan dövlət oldu. Dövlət olandan sonra bizim ürəyimiz qızışdı bu cəriyana. Dedik bizdə olandan sonra əlan biz oluruq. Yanımızda da Quzey Azərbaycan dövləti var, bir tərəfimizdə Türkiyə var. Bu gün Güney Azərbaycan dövlət qurandan sonra ondadır ki, Qəşqayın ürəyi mənə qızışacaqdır. Deyəcək ki, Güney Azərbaycan dövləti quruldu, yanımızda indi bir dənə, 2 dənə, 3 dənə türk dövləti vardı. O bahis olacaqdır ki, çox şeylər dəyişilər. Ancaq biz bu yola girməsək, 50 il sonra yenə oturub bu proqramlarda bunu danışacağıq. Niyə? Çünki federalitə ya ayrı buna bənzər sistemlər maalesef bu coğrafiyada heç vaxt cavab verməyəcəkdir. Çünki burada bir dənə faşist düşüncə vardı və bu coğrafiya 90 ildir öz hökmdarları ilə dolanmayıbdı. Yəni ayrı ölkələrdən bir zatları gətiriblər, aşılayıblar bizimkilərə, Pəhləvidən gəcinən ta indiki rejiməcən. Heysət bunların özəllərində deyir. 90 ildir eşikdən bir dənə düşüncə gəlibdi. Kitab veriblər əllərinə, tarix veriblər əllərinə. Baxın Qəşqayı, Qayı boyların yap savaşanlarından idi. Yaxşı, Qəşqayını quzeydən köçürtdülər güneyə gələ-gələ özü ilə oradakı kültürüyə bu gün əməl Loristanda, lorların giydiyi libaslar nə mənədir? Hamısı Qaşqay libaslarıdır. Yəni bir dənə kültürü yaydı, çox gözəl bir şəkildə. Ancaq Qəşqayın özünü apardılar, yerə qoydular ki, türklərin hamısından uzaq saldılar. Biz istəyirik bu bölünməyi bir zürlüqlə aradan da aparaq. Hamı yapışsın bir. Mən söylürəm bu gün Qəşqayın öz bayrağını görəm. Nəinki Qəşqayını bir dənə federal sistemin altında görəm ki, ehtimalı vardı 10 il sonra yenə o sistemi yıxarlar, yenə bir dənə Qəşqayı uşağı məcbur ola farsı danışa. Ya bəlkə bu seri yap bətər ola ərəbi danışa. Ya ayrı bir dildə danışa. Çünki bəllidir gələcəkdəki rejim nə mənə ola. Fars ola, ya ayrı bir zad ola, 1000 dənə başımıza oyun gələ bilər. Ona görə istiqlala bir qismətimiz yetişəndən sonra eləyə bilər qalan tərəflərində əlin tuta. Bu günlərimə Türkmənistan adında ölkə vardı. Türkmənistan düz yapışığı bizim İran türkmənləridir. Bu günlərimə Güney Azərbaycan dövlətini qursa, onlar bizdən ürəyi alıb öz dövlətlərini orada qura bilərlər. 2 dənə bu gün o coğrafiyada Türkmən və Güney Azərbaycan dövləti, Türk dövləti qurulsa, ki çizildikləri haritada da İran tərcih olanda Altay bəyin dediyi kimi Qəşqayı yurdu adında bir yer vardı. Bayrağı da bəllidir, toprağı da bəllidir. İndi şayət heç kəs qəbul eləməyə, bəli bu onların yurdudur. Heç kəs ala bilməz onlardan. Ona xatir bu gün bunun üstündə işləsək, fəqət bir dənə bir zat ki vardı. Mənim həmişə deyirəm, ümumiyyətlə bütün türk təşkilatları, nə Güney Azərbaycan, bu günlərimə gələk Qəşqayı təşkilatları ki vardı, Qay təşkilatı vardı. Gələk bu gün Güney Azərbaycan təşkilatları ilə, Kərkuk Türkmən təşkilatları ilə hamısı birləşə bu işin üstündə işləyə. Yoxsa ayrı-ayrı olanda bir dənə balaca təşkilatla 1000 nəfərinə ya 50 nəfərin sözü ilə bu işlər qabağa getmir. Gələk oğac böyüyək ki, bir yerdə bir təşkilatın səsi çıxanda bütün dünya otura, bütün media otura ona baxır. Mən xidmət istəyirəm. Mən Altay bəydən sizin fikirlərinizlə bağlı onun da münasibətini soruşacağam indi. Amma bir dənə məsələ ilə bağlı demək istəyirəm ki, federal məsələsi dediniz. Nəzərə alaq ki, bu gün də Rusiya federasiyadır. Amma Rusiyanın içində olan o kiçik dediyimiz özək cümhuriyyətlər nə qədər milli kimliklərinə sahibdirlər, nə qədər sözü keçəndirlər, nə qədər Rusiya dövlətində təmsil olunurlar. Yəni əgər ana rejim otoriterdirsə və ya diktaturadırsa, oradakı insanların yenə haqqı verilmir. Yəni ona görə örnək olaraq başdakı demokratikləşməsi federal olsa belə əsas rejimin demokratikləşməsi lazımdır. Yəni o əsas rejim, mərkəz demokratikləşmədən sonra o federal da o xalqlara bir şey verməyəcək. Amma Kaya bəyin fikri ilə Altay bəy fikrini öyrənmək istəyirəm, onun münasibətini öyrənmək istəyirəm, sonra sualımı yenidən ünvanlayacağam. Bu konuda Aynur xanım, məncə çox tək gözünlə baxırıq. Yəni belə baxırıq ki, yox.
Çon məsələn bir qrup, nə ki biz olaq ərəblərdə, federalçı var, bəluçlarda var, bütün qrup, etnik qruplarda var, Azərbaycanda hər. Bunlarda deyirək, çon bir sıradan, bir para biz deyirək, bir sıradan deyirlər ki, federalist deyirək, federal olacaq. Ya çon bir sıra adam deyirlər ki, parçalanacaq, illa parçalanacaq. Elə bir şey yox. Niyə deyirəm elə bir şey yox? Biz sabahın nə olacağını tam anlamıyla %100 təxmin edə bilməyirik zaten. Yəni ehtiyat plan olmalı. Əgər sabah oldu, bugün də mənim amacım federaldır. Onu da anlataram. Əgər sabah oldu da, rejim düşdü da, bütün etnik qruplar, bütün millətlər ayrılmaq istədi, mən tək Qaşqay ortada oturacağım, yox mən federal istəyirəm, siz də gəlin yapışın mənə. Belə bir zat mümkün deyil o zaman. Yəni, indi mən deyirəm, indi mənim amacım budur. Bu amac uğrunda məsələn bizdə Etilaf Demokratik Millətə deyirəm var. İran Demokratik Millətlərinin İttifağı deyə bir ittifaq var. Ərəb partiləri var, biz var, Bəluç var, Azərbaycanın neçə partisi var. Bu ittifaqda amac bunun üstündə qurulur ki, gəlirlər, məsələn, hər şeyin bir əsaslama, bir manifest var daha. O manifest, yazılan manifestdə heç bir şəkildə, heç bir qrupun iqtidarına qəbul etmir. Yəni, elə bir sistem çizmiş ki, heç kəs boşarmır, o qədər iqtidarı ələ gətirir ki, dağlarını sömürə. Amma deyirəm, yenə bu mənim amacladığımdır. Sabah nə olacağı bəlli deyil. Əgər ölkə parçalanmağa sarı getdi, mən məcbur onun üçün savaşmalıyam ki, Qəşqay coğrafiyasını qoruyam. Federala getdi, yenə məcbur onun üçün savaşmalıyam. Yəni, mənim savaşım dəyişməz. Təbii. Mən bugün də Qəşqay toplumuna bir ayrılıq deyə bilmirəm. Və hər zaman da deyirəm, Azərbaycanlı qardaşlarımız bəzən istəyirlər Qəşqayları oyardarlar. Gəlirlər Qəşqayda, Azərbaycanda söylədikləri sözləri söyləyirlər. Amma Qəşqayda tərs etki qoyur. Bizim Qəşqayları türklük düşmanı edər. Çünki biz o qədər radikal, o qədər dik danışa bilmirik. Qəşqayın durumu farklıdır. Qəşqayın coğrafiyası farklıdır, yaşadığı şərtlər farklıdır. Buyuduğu kultur hatta farklıdır. Çünki qonşuları var. Yəni, mən məsələn, bugüncə mənim özüm lurlarla birlikdə buymuşam. Sevməsəm də, sevsəm fərq etməyir. Yəni, bu anlama gəlmir ki, mən onları sevirəm ya sevmirəm. Yəni, demək istəyirsiniz ki, bu məsələdə Güney Azərbaycan daha şanslıdır, çünki salt türklər orada çoxdur. Şanslılığı ayrıdır. Bir də oradakı durum və şərtlər və milli oyanış 100 illik bir milli oyanışdır. Evet. Qəşqayda milli oyanış 20 illik bir milli oyanışdır. Zirvəyə çatdığı, şimdi 7-8 ildir biz yeni siyasətləşməyi tamamən dərindən Qəşqayda etməyə çalışırız. Yəni, bir də öncədən sistemi Azərbaycan tarix boyunca minlərcə il şəhərli bir topluluğumuş, şəhərlərdə olan, deməli, yerləşik olan, amma Qəşqay 40 il öncəyə qədər yarı yerləşik, yarı göçəbə bir topluluğumuş. Yəni, buyuduqları kultur, bağlı olduqları, hətta bəzi inanclar çox fərqli ola bilər. Evet. Mən indi getsəm bir Qəşqaya desəm, mən ayrılmaq istəyirəm normal bir Qəşqaya, mənlə düşman olur. Onların İrana görə bir bağlılığı var. Bu bir gerçəkdir. Mən bunu Qəşqaydan ala bilmirəm. Yəni, o gerçəklikləri də biz nəzərə almalıyıq. Elə hərəkət eləməliyik. Siyasətimizi də ona görə yürütməliyik. Zaman boyunca yavaş-yavaş, adım-adım, pellə-pellə. Bir də bilirəm, durum çox daha hızlı olmamız lazım. Durum çox qarışıqdır. Çox daha əcələcə hərəkət etməmiz lazım Qəşqayda. Vəli yenə də çon bir Qəşqayam və öz millətimi bilirəm nəyə hərəkət etməliyəm. Ona görə bəzi Azərbaycanlı qardaşlarımız gəlirlər və Azərbaycan kimi də çox niyyətləri arıdır. Türklükdə, Qəşqaylarda şayət dediyim Azərbaycanlı Qəşqaydan daha öncə Qəşqaya canını versin. Vəli Qəşqayın psixolojisinə hər millətin, hər topluluğun bir psixolojisi var. Hətta bir şəhərdən ayrı bir şəhərə psixoloji fərqlidir. Bu mesajlara hazır deyirsiniz. Mən indi bir mövzuda... Buyurun. Bəyin sözlərinə bir komment qoyam, sonra sizə Tamam. Bir-iki nöqtədir mənim bəynimə toxundu. Birisi bu ki, Qəşqayları gətirmişlər. Yox, kimsə Qəşqayları gətirmiş. Qəşqaylar
şayət minlərcə ildir sakindirlər və şayət də əsən yüzlərcə ildir. Vəli özləri gəlmişlər. Yəni göçmüşlər, gəlmişlər, hakimiyyət etmişlər, qurmuşlar. Hətta məqalələr var. Hətta Anadoluya ilk çıxan da Qəşqaylardandır. Əsasiri filan. Onlar indi tarixi konularda tarixə çox hakimlik istəmirəm. O cür dərk gəlmiş olarlar. Bir də ayrılmaq oğulları da anlattım zaten deyirəm. Yəni duruma görə hərəkət etmək. Mən bir söz, siz mənim sözümü iştiba elə anladınız. Mənzur gətirməkdən mənzurun göçməkləri idi. Ki qayılardan, yəni qayı boylarından oracan gəliblər, gələ-gələ hər yerə kültürlərini dağıdıblar. Vəli elə bir coğrafiya olubdu ki, özləri indi bir dənə ayrı düşüblər. Yəni bəğəl qonşularında türk yoxdur həmən-həmən. Üstə baxanda Lord, bir tərəfə baxanda İsfahan. Yəni bu Bir tərəfə hər yerdən bağlı bir düşüblər, bir dənə bağlı bir şeyin içinə, coğrafiyanın içərisinə maalesef. Onu demək istəyirdim. İranın mərkəzində yaşamışam. Yəni Qomiyə, Ərakə bunları yaxından görmüşəm, tanıdıqlarım olmuş. Mərkəzdə olan türklər, Qəşqay ilə Azərbaycanı bir-birə bağlayan türklər nə yazıq ki, asimilə olmuş çoxları. Xələtlərin çoxu asimilə olmuş. Ərakdə elə belə. İsfahanın quzey batısı o da bağlanır. Yəni oradan gəlir şahsar. Buradakı türklər çoxu asimilə olmuş. Çoxu da hələ qalmışa, amma türklüklərini bildikləri gerəkən şəkildə bilmirlər. Əslində bağlayaq. Amma o tərəfdə də çalışmamız lazım. Düzdür. Çalışmaq lazımdır. Niyə? Mən bir dənə örnək deyim sizə. Bəlkə ümid olar. Quzey Azərbaycanla bağlı. Biz də asimilə olmamışıq. Hələ də Rus məktəbləri üstündə dava gedən şeylər var. Azərbaycanda uşağımı Rus məktəbinə qoyacam deyə. Amma parlamentoda filan ki Sovet döneminde Sovetləri çox müdafiə edənlər vardı. Onlar sonra hamımızdan dəhşət millətçi oldular. O at yarışında ki arxadan bir açılır, gəlir, hamını keçir. Belə biz də baxırdıq ki bu nə vaxt millətçi oldu. Belə çox maraqlı bir situasiya ilə üz-üzə qalırdıq. Ona görə onlarla işləmək lazımdır. Onlar özlərinin milli bilincinə varandan sonra inanın mənə ki sizdən, məndən daha çox mübarizə aparacaqlar. Amma sistemin illərlə sürdürdüyü, 10 illərlə sürdürdüyü farslaşdırmanı da göz önündə bulundurmaq lazımdır. Çünki maalesef ki orada türklərin qarşısında köklü yəni bir parası olan, büdcəsi olan, dəstəklənən, bir tərəfdən güclə dəstəklənən, bir tərəfdən ekonomik dəstəklənən bir devlət qurumu var. Yəni onlarla baş etmək təəssüf ki, necə ki biz Sovet dönemində eyni şeyi yaşayırdıq, Ruslarla o əziyyəti çəkirdik. Çox çətindir və bu mübarizəni həqiqətən də təşkilatlandırmaq bir o süreç ağır süreçdir. Ona da maddiyyat lazımdır, ona da güc lazımdır. Ona da biraz gözü qaralıq lazımdır. Çünki orada həbs var, edam var. Yəni asan məsələ deyil. Tabii ama bütün bu bizim da bugünkü danışığımız daxil hamısı bütün bu prosesə xidmət edir. Yəni insanların oyanmasına, təşkilatlanmasına, gözünün açılmasına, bax Qaşqaylar bax Güney Azərbaycanlılar da, bax bizimlə eyni fikirdədirlər, eyni millətdir, heç qorxmamaq lazımdır, müəyyən mənada öz haqlarını belə ki devam eləyəcək. Birdən-birə olmur. Birdən-birə olan da çox təəssüf ki sonradan məsələn Elçibəy döneminin yaşadığı kimi bir hüsran, bir kayıp yaşayır. Yəni bir itirmək sürecinə girir. Mən sizin ikimizin də təbii ki eyni şeyləri dediniz təxminən. Fikrinizi öyrənmək istəyirəm. İranın türkləşməsi məsələsi ilə bağlı. Çünki istiqlalı dedik, federal anlamı dedik və bu fikirdə oradakı türklərin bəzilərinin səsləndirdiyi fikir var. İran türklərin torpağıdır. 900 il qədər ora türklər rəhbərlik eləyib və İranın başında türklər olmalıdır fikri. Bununla bağlı sizin münasibətinizi öyrənmək istəyirəm. Sonra yenə günümüzdəki olaylarla bağlı bir neçə məqam var ki, çox mənim üçün maraqlıdır. Onu soruşacağım. Buyurun Kaya bəy, sizlə başlayaq. Mən bundan əvvəldən müxalifəm. Yəni əslən mənim nəzərimə İranın türkləşdirməsi bu ki biz neçə il bu coğrafiyadayıq ya. Onlar bu cür deyim, o adamların sözləridir ki, mən şəxsən gözümdə onlara İranbaycancı deyirəm. Onların nə federal şeyləri vardı, düşüncələri vardı,
nə istiqlal düşüncələri vardı. Onlar deyirlər bu İran elə bu cursundan qalsın. Yaxşı, birincisi onların düşüncələrini bir dənə çox radikal bir nöqtəsi ki vardı. Xoş, sən vaxtı deyirsən İran türkləşsin, sən həman işi görürsən ki, Pəhləvi bizə görübdür. Yaxşı, sən bu günlərimə bir dən gedib bir daha zorla bir dənə Kürdü türkləşdirəcəksən, ya bir Lori, ya bir Ərəbi. Biz bu günlərimə deyirik hamı bərabər. Bir-birimizi söysək də, söyməsək də. Bu bir dənə vaqiiyyətdir. Vəli deyirik, ya hamıya olsun, ya heç kəsə. Yaxşı, nəinki gələsən sən deyəsən, yox, biz gedək hamını ərəb eləyək. Hamını yox, mən onu Yok, istəmirəm. bence İran'ın Mən Türkleştirmesinin arkasında hamını Türkleştirmek fikri değil de İran'ın hükümetinin o başında olan Türkler olmalıdır o değil. günə gedər oturar federal üstünə. O heç vaxt ola bilməz ki, indi olar. O buzur olar, federal harat olar. Bir dana eyni Türkiyə hezbləri ki vardı, bir dana güclü Türk hezbi gələ dura ölkənin başında. O ülkəyə bu günlərimə şey eləyir. Bu gün məsələn deyim, fərz eləyim məsələn Pezeşkiyan türküdür. İndiki vilayəti fəqih yoxdur və bir dənə türk rəis cümhur vardı. Xoş, indi ölkə türk əlindədir da, o cür deyə bilirik. Yaxşı. Bəli, bu bizim heç dərdimizə dəymir. Biz bu günlərimə istəyirik bu sistem. Bu gün baxın, federal ki Altay bəy deyir, mən federalına, mən federalçı ilə düşmən deyiləm. Vəli federalına o vaxt müvafiqəm ki, federal bahis olar ki, sonra 2 il, 3 il, 5 il sonra o istiqlala yetişər. Yəni o vaxtacan mən federalından okeyəm. Niyə? Çünki bu cür deyim, İran coğrafiyasının başında duran sistem faşist bir sistemdir. Yəni bir dənə mərkəzdə çox balaca bir əqəlliyyət vardı. Bunu qəbul eləsək də, eləməsək də, bu əqəlliyyət istəmir bu millətlər bundan qopa. Çünki bu millətlər ayrılanda da bu əqəlliyyətin əlində heç zət qalmır. Yəni kültür anlamında heç zət qalmır. Bu günlərimə istəydilər 2500 illik cəşn tutarlar da, kuruşun şeyini tutarlar. Əllərində apardıqları sazları, giydikləri libasları, oxuduqları, oynadıqları hamısı türklərinki idi. Yaxşı, siz fərz eləyin ki, bugün bu türk toplumun, ərəb toplumun bunlardan ayrasız, sabah bunlar istədi cəşn tutu. Hangi libası giyəcək? Hangi sazı çalacaqdı? Başladınız, bunların qorxusu budur. Vəli bizim bu qorxumuz yoxdur. Bugün Quzey Azərbaycan ayrılıbdır. Xoş, neçə ildir? 1918-dən həmən-həmən bir dana bir müstəqil bir özünə görə bir şeydir. Baxın, İlk mən Cumhuriyetler. 40 ilə 60 yaşında mən buna çox mütəəssifانه çox narahat oluram. Quzey Azərbaycandan bir dənə 40 yaşla 60 yaş arasında insanlarla danışın xanım ağa. Hamısı piyanistdir. Hamısı oxumuş, çox gözəl okullarda oxumuş, professor, doktor, heysad olmasa 3 dənə, 4 dənə yazılmış kitabları vardı. Bu nə mənəni göstərir? Bu oranın sistem amuzəşsin və filanın göstərir. Yaxşı. Gəlin həman rədiyə sennidə bizim məmləkətdə. Şayad 50 nəfər tapasınız. Heç o da tapanmazsınız. Mən 50 nəfər deyirəm, şayad ithaf edirəm. Niyə? Həman bu mərkəz sisteminin bizə gətirdiyi bu kasıbçılıqdır. Yəni bu bir dənə kültürel kasıbçılıqdır. Quzey Azərbaycan ona görə, Quzey Azərbaycanın ayrılmağı bu cür deyim, Türk dünyasında onlara çox böyük lütf olubdur. Zamanında çox böyük lütf olubdur. Ancaq bu günlərimə bu ayrılıq şayad indi qorxu salar. Necə ki o zaman da qorxu salırdı. Muhtemelen o zaman ayrılanların arasında çoxlu tedircilər var idi. Nə olacaq, nə edəcək, eləyəcək. İndi olublar və çox gözəl yerdədirlər. Yenə də deyirəm, mən federalla müxalif deyirəm. Ancaq o federali ki, axiri istiqlal olar. Çünki mən mütməinnəm, bu faşist düşüncənin federalizm çox uzun ömrü olmaz. Çok teşekkürler. Buyurun Altay Bey, sizin fikriniz. O İran Türklüğü məsələsi ki, bu siyasəti yaradanlar da, bunu ortaya gətirənlər də, bu konuyu İranda açıqlayanlar da, mən bunları uzun illərdir tanıyıram. Yəni 95-dən bu yana falan çox dərin bir şəkildə tanıyıram hamısını. Bir çoxunu yəni tanıyıram. Kimdirlər, necə insanlardırlar, nə nifaq yaratmışlar, hardan bu düşüncəni yaymaya başlamışlar. Onları da çox incə-incə bilirəm. Bu, deməli, bir zamanlar gəlmişlərdi, bir harita paylaşmışlardı. Əhvazı etmişlərdi Türk yurdu, getmişlərdi bir yanına Bəluçistandan, bir yandan əsən çıxırlardı hələ İran sınırlarından. Soruşurdum, deyirdim, hop, Əhvaz
Niyə Əhvaz? Məsələn, deyirdi, Əhvazlar özləri gönülləri ilə Azərbaycanlı olurlar. Baba, deməyin bu sözləri. Bunlar, mən proje görürəm. Yəni, buna mən bir proje görürəm ki, amacı həm içəridə türklərlə dahaları arasında nifaq salır və həm də türklərin güclənməsinə izin verilməyə. Yəni, olmaz. Yəni, daha mümkün deyil. İmperatorluq dönəmi geçdi. Hələ də daha o dönemdə deyilək ki, qılıcı əlimizdə tutaq, sallaya dünyayı tutaq. Yəni, istəyək də bugün silahımız olsa bile də artıq bu dünya o dünya deyil. Elədir. O yüzden mən ona çox yaxlaşmıram. Federalla o ayrılıq məsələsində yenə deyirəm. Bu ki, mən gələm ayrılıqdan, o parçalamaktan direkt faydalanım. Xoş, təşkilatımın iləri tutduğu siyasətə və Qəşqayda olan öz veçhəmə yaxşı deyil. Bu ki, gələm təxrib edə, o da türklərlə, türklərlə, deməli Azərbaycanla yaxınlığımla ona yaxşı deyil. Yəni, başarmıram bu konuda çox sərt danışam. Bəli, mutlaq bir gün yaxından görüşdüyümüzdə daha gözəl bunu danışarıq. Amma bu məsələdə federal olsa ya olmasa, genə deyirəm, o sabaha bağlıdır. Bəli. Yəni, o da ki, Kaya bəy dedi, zaten bizim bu etilaf gededim, ittifak gededim, onun manifestində yazır. Haqqı təyin sərnəveşt yazır. Haqqı təyin sərnəveşt yəni nə? Yəni, hər millət kendi gələcəyini kendi belirlər. Bəli. Məncə bu yetərlidir. Aydındır. Mən bu arada siz dediniz ki, biz indi danışırıq, sabaha bilmirik. Çox haqlısınız. Çox üzüldüyüm məsələlərdən biri budur ki, biz bu coğrafiyada nə oyun quranıq bu dəqiqə, nə oyun pozaq. Yəni, türklər özünü o qədər gücsüzləşdirib ki, Amerika dünyanın başından, nə bilim, Avropası, İsraili, hər kəs burada oyun qurmaq haqqın, tərbiyəsizliyin özündə görür, amma biz heç bir şey eləyə bilmirik bundan bağlı. Biz mümkün variantları bu dəqiqə, mümkün ehtimalları bu dəqiqə dəyərləndiririk. Mən Güney Azərbaycanın Pəhləvilərlə bağlı münasibətini bilirəm. Ona görə də bu sualı sadəcə Altay bəy sizə verəcəm. Pəhləvilərlə bağlı Qaşqaylar düşüncəsi nədir? Təxmini anladım, siz də demin dediniz, Pəhləvi Qaşqaylara qarşı o quyşunu silaha qoydu, amma onu sıxan molla rejimi oldu. Amma yenə də bunu bir açmağınızı istəyərəm, qısa da olsa. Aslında o şekilde de anlatmak olur. Dar ağacının deməli o dar ipini Qaşqayın boynuna saldı. Ama daha ömrü yetmədi ki, gələ bu ayaqdakı səndəliyi də çəkə. Onu da rejim çəkdi. Qaşqayla Pəhləvi, Qaşqaylar çox büyük zulmlər görmüşlər Pəhləvidə. Azərbaycanda məsələn biz 21 Azərdə şeydən bəhs edirik, Pişəvərinin son günlərində 20.000 kişinin soyqırımından danışırıq. Qəşqayda biz 60.000 kişinin sadəcə bir saldırıda soyqırımından danışırıq. Neçənci ildə bu? Bu Taxtaqapı dönəmidir. Yəni Reza Şah dönəmindədir. Bunu mən ilmi zatda unutmuşam, yəni miladi olaraq. Taxtaqapı dönemində yəni gəlirlər, nə edirlər? Bunlar gəlirlər Qaşqayın gücünü qırmaq üçün Qaşqaylara gələn bütün su yollarını bağlayırlar. Qaşqaya gələn bütün yemək yollarını ki, yemək gəlsin, işte ticarət olsun filan, onları bağlayırlar. Qaşqayları şey edərlər, mühasirə nə olur türkçəsi? Mühasirə elə. Satmaya alırlar. Mühasirə edirlər, çevrəsini tuturlar ki, heç bir şəkildə çıxa bilməsinlər, göçə bilməsinlər. O halda susuz qalan, ac qalan Qaşqayları hava saldırısı ilə bombalarlar, dəfələrcə. Hətta F-16 ki, İrana gəlir, ilk denemesine Qaşqaylar üstündə yapmışlar. İlk soyqırıma məruz qalan o jetləri istillərmiş, deniyərlər, gəlirlərmiş Qaşqayları bombalayırlarmış. Jetlərin gəldiğindən sonra. Və bu dediyəm bir saldırıdır. Bunun ardı da var, arxası da var. Qaşqaylarda bir at var. Mən Qaşqayda Dərişurlu tayfasındanam.
Yəni Qəşqayda 12 dənə tayfa var, 6 dənə çox böyük tayfa var. Ən nüfusu çox olan tayfa Dərişurlu tayfasıdır. Dərişurlu tayfasının özünə özəl bir atı var. Dərişurlu atı deyirlər, Qəşqay atı. Dərişurlu atını Pəhləvilər soyğırım edər. Heyvana qədər, yəni artıq iş insandan keçmiş, heyvana qədər soyğırım edirlər ki, günümüzdə də sadəcə 2-3 yerdə Qəşqayın Dərişurlu atı yetişdirilir və soyunu qurtarmaya çalışırlar. Yəni böyük sözdür. Adamlar yo insanlara rəhm etmiş, yo heyvanlara rəhm etmiş. Çox-çox böyük zülmləri yaşatmışlar. Qəşqayın ilxanları ilə ilgili, Qəşqayların özləri ilə ilgili, Pəhləvi ilə verdikləri savaşlarla ilgili bunları anlatmam 2-3 saat özü çəkər. Tabii. Amma tarixi hafizəsi olan, bəynində tarix yerləşən bir insan, özəlliklə Qəşqay içində heç bir şəkildə Pəhləviyə yo yaxın ola bilir, yo Pəhləviyə sevə bilir. Hı hı. O bir tərəfdən bunlar gəlmişlər də Munixdəki Pəhləvi protestolarında Qəşqai xanları Pəhləvinin arxasındadır deyə o yalançı Reza Pəhləvi orada bir məqalə oxumuşdu ki, biz Qəşqai xanları olaraq İlxanlik ailəsi olaraq elan edirək ki, bu gündən sonra biz də Pəhləvi arxasındayıq. Mən bunu görüncə həmin parti başqanımızı Ruhullah bəyə dedim, o da İlxanlik ailəsi ilə iletişimə geçdi. Orada yalanladılar onu. Hə, yalanladılar həmən. Ona görə yazı paylaşdılar. O yazının üzərində yenə Pəhləvilər bizə saldırırlar. Onlar ikinci yalanlama məqaləsini paylaşdılar. Yəni adamlar artıq şey ala bilməmiş, dəstək ala bilməmiş, yalana geçmişlər. Qəşqayı yaxın Baxın, olmaz. bir dənə sözünüzü kəsirəm. İranda türklərin Pəhləviyə görə iki dənə tutumu vardı. Onlar ki, Beqole Altay bəy tarix bilirlər ya, zehnilərində bizzatlar qalıbdır. Baxın, Pəhləvinin bütün istədiyi bu idi ki, türklüğü coğrafiyadan silə. Yəni nə fəqət türklüğü, Qacardan hətta qalan şeyləri dağıdırdı, binaları dağıdırdı. Bu gün Məhəmməd Rza Pəhləvi Əlabərinci dədəsi Rza xan Qəşqaylarda çox qətlam elədi. Məhəmməd Rza Pəhləvi oğlu F-16 hava peymanı aldı. Dedilər bunu harda dəniyək, apardılar Qəşqayları bombaladılar. Yəni bir dənə öz millətini bombalayırsan sən ki, F-16 şey eləyəsən, görəsən nə cür bir uçaqdır, nə cür bir hava peymadır. Bundan işim yoxdur. Onlar ki, bu günlərimə Pəhləvi xandanına bəhər dəlili nəzdişdilər. Həman onlardılar ki, Qacar dönəmi yıxılanda, yəni türk idilər də, Qacar kullən türk idi. Qacar dönəmi yıxılanda qarışdılar, Pəhləviyə başladılar, Pəhləviçi oldular. Yəni həman o türklər ki, dayanmışlar onların da arasında deyirlər Pəhləviyə İransaz, eləlib, beləlibdir. Onlar o tarixlə qabağa gedirlər. Bizlər hangi tarixlə qabağa gedirik? Bizim fəqət yaramız vardı. Dilimizi əlimizdən alıblar, qətlamlar olubdur. Biz milli baxışla baxırıq. Onlar güc baxışında baxırlar. O deyir ki, mən Qacar dövləti yıxdıq, dayandıq Rza xanın yanında, bir dana taza imperatoru qurduq, bir dana şahımız var idi filan. Biz baxanda deyirik bizim şəhərlərimizə qoşunkeşlik eləyiblər, 60 min nəfər Qəşqayını öldürüblər. 25 min, 30 min nəfər Azərbaycanlını öldürüblər, Kürdü öldürüblər, Ərəbi öldürüblər. Fəqət bu coğrafiyadan öbür etnikləri azaldıb qalib gəlməyə görə. O da hardan öldürürdülər, baxırdı, gördü dalısıcan gələn yenə də türküdür. Dərd o idi. Niyə? Çünki bir dana özləri də soydan türk idilər. Yəni nə qədər elədilər, gördülər axırı olmur və fəqət deyirəm bu günlərimə, bu iki deyirsiz Qəşqayın baxışı nə mənədir, Azərbaycanın baxışı nə mənədir? Bunun iki tərəfli baxışı vardı. Bir milli baxışdır, bir də güc baxışıdır. Yəni o adam ki, o evin içindən gəlibdir. Evin içindən gələn %100 olan yanında dayanacaq. Onu da bir zat deyəm. Bu Pəhləviçi olanlar, Türk olub da Pəhləviçi olanları bəzilərini ki suçlayasıq onlara işim yox. Yəni onlara hakim olan, hər şeyi bilən və yenə onların tərəfdarı olanlar, onların bəhsi ayrıdır. Yəni xainin yeri həmişə müşəxxəsdir. Amma böyük bir qism bizim millətdən
siyasi və medianın manipulasiyonuna məruz qalmış. Evet, evet. Unutmamamız lazım. Biz mediada çox gücsüzük. Bax, məsələn, indi işi ki sən görürsən Instagramda. İşi ki hətta sizdə Azərbaycanda sən görürsən belə bir Aras Turan var, o görür və neçə dənə daha mən Azərbaycanda. Bu çox dəyərli işdir. Nədən? Biz media olaraq illərdir bu milli hərəkətdə fəqət oturmuşaq, sərt siyasətdən danışmışaq. Mən oturmuşam, bilməyirəm, feodalizm nədir, kommunizm nədir, bilməyirəm, federalizm nədir, demokrasi nədir. Bunlar lazımdır deyilməsi. Bunları mənim görəvimdir bunları demək. Amma millətin dili ilə də danışmaq lazım. Yeni Kaya bəy o işi görür. O Araz bəy bu işi görür. Bizim medialar illər öncə bu işə başlamalıydılar. Bəli, heç birisi başlamadı. İllər öncə biz millətimizin ilgisini çəkən, uşaqlarımızın ilgisini çəkən, normal xalqın ilgisini çəkən mediada deməli videolar ya, səslər ya hər nə ürətmədik. Birazı bizim suçumuzdur. Bəli, böyük bir qismi də bunlar pəhləviçilərdir, bu Hezbollahilardır. Bizim qarşımızda olan hər kəsin çox böyük büdcələri və çox böyük fondları var. Onu mən dedim, bayaq dediyim kimi, bəli, devlətin və pulun qarşısında anlaşılandı bu gücün yetərincə göstərilməməsi. Böyük bir zərbə ki biz görürük, kaş ki, Türkiyə ilə Azərbaycan özləri var olduqları bizə güc verir. O ayrı. Bəli, kaş ki, mən ərəbləri bilirəm. Ərəb ölkələri, ərəb partilərinin çox arxasındadır. Çox böyük dəstəkdirlər onlar. Kürt partiləri də bilirək hardan dəstək alırlar. Dahaları üçün də belədir. Yəni, o bəluşların bəhsi ayrıdır. Onlar özləri qazanırlar. Bizim 7 dənə böyük Türk dövlətimiz var. Heç bizi tanımır çoxu. Dəstək vermək bu anlamda deyil ki, bunlar gəlsinlər, direkt televizyonlarda, hər yerdə bizim siyasi məsələləri direkt desinlər. Hər halda ölkə var, siyasət var, bəzi şərtlər var, ona görə danışmalılar. Amma arxa planda, dərin dövlətdə çox bizə dəstək verə bilirlərmiş ki, verməmişlər. Bizim öz suçumuzu da qəbul edərsik, vəli gerçəkləri də qəbul edərsik, madam ki o dəstəklər bizə yox, madam ki biz başarmayırıq o qədər pul xərcləyək, bu məsələ bizim üçün daha qeyrət savaşıdır da, şərəfimiz savaşıdır. Yəni mən deyirəm, mən Qəşqaya bir borcum var. Mənim babalardan, atalardan, eskilərimdən mənə bir zat miras yetişmiş. Başardım Türkdə olmayan, vəli o əslən mühüm deyil. Yəni Türkəm və Qəşqayam və mənim görəvim Qəşqayı qorumaqdır. Bu mirası mən bir müfazat edəsim ya yox, bu mirasdan sahib ki xəsim ya yox. Borcumu bunca ildir, minlərcə ildir bu mirası taşıyan babalarıma, atalarıma ödəyəsim ya yox. Elədir. Yox, yaşayın, ikiniz də ciddi iş qoyursunuz ortalığa. Ona görə də elə diqqətimizi cəlb eləyib və belə bir proqram eləmək istəmişik. Siz bu Kürdlərin məsələsini dediniz, yəni Kürdlər dediniz, bilirik hardan dəstəklənirlər. Bizim yaşadığımız qorxu deməyək də, həmin o sizin dediyiniz dəstəyi ki görmürük, oradakı türklərin taleyindən narahatçılığımız deyək, bir Pəhləvi məsələsində idi, bir də bu Kürd məsələsində idi. Bilirsiniz, bir tərəfdən deyildi ki, Kürtlər silahlanıb və orada başlayacaqlar qırma. Bir tərəfdən deyildi ki, Trump oradakı Kürd liderlərlə danışıb və Kürtlərin bir İran torpaqlarında qıraqdan da dəstək gələcək, yeni proses başlayacaq orada. Ona görə ilk istəyirəm Qaya bəy desin, çünki bu Urmu gölü çevrəsinə də Kürtlərin yerləşdirilməyi ilə bağlı biz neçə ildir səsimizi eşitdirməyə çalışırıq. Nə idi bu təhlükə, nə ola bilərdi, nəyin önünə keçə bildik deyək?
Baxın, bir dana bir məsələ ki vardı. Urmu bölgəsində bu cür maalesef deyim, bunlar çox iç-içə oldular. Yəni o qədər bir-birləri ilə alış-veriş hər babətdən, həm iş babətindən, həm qız al, qız ver filan çox iç-içə oldular. Bir yol Urmu indi demək olmaz ki, %100 türküdür ya %100 kürdüdür. Yəni heç vaxt demək olmaz. Çünki o qədər qarışıblar. Ancaq ölkənin içində bu iki Urmudakı türkləri çoxlu bir təhdid yola, yəni can güvənlikləri olmaya azdır. Ölkənin dışında bunların 5-6 dana ki partiləri vardı. Bir yol. Bunların bir dana bir xiyali haritaları vardı. Bilirsiniz də Həyyam var içində. Yəni Azərbaycan, Təbriz də var o haritanın içində. Bir yol. Onu istəyirlər qurarlar. Bunlar oturmuşdular bir ara. Amerika bunlara çox dəstək verirdi. Savaşdan qabaq bir ay zat qabaq idi. Amerikanla bunların araları dəydi. Amerika deyir, mən də Kürdlərə heç olmanda dəstək verməyəcəm. Bu savaşın da əslən söz konusu dəyildi savaş. Sonra vurdu bu savaş çıxdı. Baxdı, gördü, ehtimalən lazım olacaq ki, bu əskəri bir giriş ola. Əskəri giriş müftətərin sərbaz hansı sərbazdır? Həman o Kürdləri ki, illər boyu yedirdibdi. Yəni orada pul verib bilələnə ki, çoxlu hala Fransa ilə Amerika. Fəqət Amerika demək olmaz, onların asıl qaynağı Fransadır. İşim yoxdur. Böyük bir təhdidi olsa, o Kürdistanın gələn o hezblər, PJAK, PKK, YPG, 5-6 tane hezbidlər, çoxları ilə adını bilmirəm, olsa, onların tərəfindən olacaqdı. İçəridəki Kürdlər mən fikir eləmirəm o cür bir işə, yəni qalxışarlar, məgər inki eşikdən bir dəstək gələ, yəni adam ürəklənər, görərlər silahlı giriş oldu, bir əxərə ikisi də Kürdür da. Bir nəmə desələr sən ya sən onu seçəcək. Necə ki mənə desələr bu gün nəmə Qəşqaiyə ərəb, mən dostumuzun əlini tutaram. Kürdistandan da Kürd içəriyə girsə desələr Azərbaycan türkü ya Ərəqdən gələn Kürd onun əlini tutacaqdı. Ona xatir bizim qorxu deməyim, bəli xub əndişədir bir dana ki, əgər belə bir zad olsa, bu gün biz nə cür bunun qabağında dayanacağıq. Çünki bizlər türklərin bir dana yaxşı bir xisləti vardı. Türklər həmişə dövlət qurublar. Dövlət quran millətin də evində əsləhə olmaz. Niyə? Çünki terror örgütü deyir. Bizdə əsləhə sərbazda olar, bizdə əsləhə polisdə olar. Yaxşı, millətin ev eşiyinin içərisində əsləhə olmaz. Yəni bu 200 il, 300 il qabaq deyir ki. Bəs necə duracağıq qabağında onların? Bu günlərimə bu cür deyim, yəni əgər elə bir zat üz versə, bizim güvəndiyimiz təkcə şey yanımızdakı 2 dana türk dövlətidir. Çünki silahlı o millətlərin qabağında boş, yəni bu cür deyim, əli boş Azərbaycan milləti heç iş görə bilməz. Ona xatir bizim güvəndiyimiz budur ki, o bölgədə bir dana tampon bölgə zürriyərlər ki, o girişin qabağını alarlar. Əgər iş ora çatsa. İş ora çatmasa da ki, dedik hələ bu gün siyasəti mütəəssifanə dediyiniz kimi bizim əlimizdə deyil. Yəni yap böyük toplum türküdür bu coğrafiyada. Sözü geçməyən tək toplumda türküdür. Bu gün nəmə Avropası, Amerikası, bu gün savaş vardı. Bəlli deyil, sabahlarıma kim rəhbər olacaq, kim qalacaq. Yəni hər gün fəqət söz düşü deyilir. Bilmirik, məmləkətin ayəndəsi bu cür qalacaq, federal olacaq. Məmləkət parçalanacaq. Bizim heysatdan mütəəssifanə bu dəqiqə xəbərimiz yoxdur. Vəli görək, sabahlarıma biləmizə necə bir köynək tikiblər. Qalanın da öz dediyi şeyin alaq əlimizə görək nə etməliyik da. Teşekkür ederim Altay Bey, buyurun. Bu məsələdə mən Azərbaycanda olmadığım üçün və orada yaşamadığım üçün durumu tamamən deyirlər ləms etmədiyim üçün yaxından o konuda çox detaya girməyirəm. Qaşqay bölgesinde Kürt yoktu mu? Yox, Qaşqaylar Ha. mən şahid İranda bir dəfə ya 2 dəfə Kürt yaxından görmüşəm. Ha, O da İsfahana şey gəlmişlərdi, yəni gəzməyə gəlmişlərdi. Orada turist olaraq görmüşəm. Yoxsa yaxından çox qarşılaşmamışam. anladım. Amma bizim Rolla bəyin çox gözəl bir sözü var bizim parti başqanımızın. Və mən də ona dərindən inanıram. İstər istəməz Qaşqayla Azərbaycan İranda ayrıla bilmirlər. Yəni bu gələcəkləri tamamən bir-birə bağlıdır. Evet. Azərbaycanı ilgiləndirən bir çox şey Qəşqayı da ilgiləndirir. Yəni siz baxın, mən bir parti olaraq və hətta mənim Instagram səhifəmdə şayad sizə ilginc olar. Mənim kommentlərimə baxsaz,
çoxlu kommentlər Kürdlərdən ola bilir. Yeni postlarda. Və çox Kürd followerim də var. Təqib edirlər. Yəni Qəşqay olaraq onlarla çox yaxında deyilik bir-birinə, o cür bir-birə qarşı durmamışıq. Amma dəfələrcə gəlmişlər mənə yazmışlar, siz niyə bizə yaxın olmuyorsunuz? Mənim cavabım bir zaddır. Azərbaycan. Yəni Azərbaycan varkən, Azərbaycan məsələsi varkən siz oradakı Türk toprağına göz dikmişkən mən nəyə sizə yaxın ola bilirəm və nəyəsən icazə bilirəm siz mənə yaxın olaq. Mənim üçün Urumu ilə Qoçqoroğlu arası bir fərq yox. Yəni o mənim şəhrimdir, bu da mənim şəhrimdir. Bu məsələdə biz ən azı Qəşqayın bir siyasi təşkilatı olaraq belə hərəkət edirik. Bir də şey məsələsində bu unutmuşdum bunu. İrandakı o deməli ayrılmaqla o federal məsələsində. Bəli. Nəsə deyirəm buna toxunam ki, bu gündə çox sərt danışmayaq. Sərt danışmağı, yəni sərt danışmayaq mənzurum budur özümüzə qarşı. Mən əgər federalçı bir türk görsəm ya ayrılmaq istəyən bir türk görsəm, bir-birin döyüşündə durmayaq. Çünki mən federalçılarla da çox yaxın irtibatım var. Ayrılmaq istəyənlərlə də çox yaxın irtibatım var. Yəni çox səmimiyəm iki tərəfdən. Müzakirə eləyirik. Təbii ki, müzakirə olunmalıdır, amma dava olunmamalıdır. Bəli. Amaclar birdir. Bəli. Amaclar arasında fərq yox. Bu deyir, mən seyirəm, birinci adımı götürəm. Yəni mərdəvəndən seyrək çıxaq. Bu deyir, mən ilk mərdəvəndən minmək istəyirəm, sonra ikinciyə gedəm. O deyir, yox, mən direkt ikinciyə ayağım uzanabilir. Elədir. Bu, məncə bir-birimizə qarşı durmamızı gerektiren bir durum deyil. Düşmançılığa bu konuda gerek yoxdur. Yarın Yəni. bəlli olur. İkisi Hə. de aynı istəkdir. Biri birinden biraz yumuşaqtərdir. Yani Hə, federal yəni, ayrılmağın lazımdır. yumuşağıdır. Və ikisi lazımdır. Toplumun içərisində toplumu öz tərəfimizə çəkə bilməmiz üçün Türklüyü düşünən bütün bu düşüncələr ortada olması və birbiri ilə diyalogda olması lazımdır ki, Azərbaycan təşkilatları əməkdaşlıq şurası quruldu. Bütün partilər bir araya gəldi. Qəşqay da orada var. Yəni biz də orada dəvətli idik, quruluşunda da var idik orada. Hətta quruluşunda mən onlayn qatıldım oradakı konferansa və bizim parti başkanımız da oradaydı. Buna məncə bu gözünlə baxaq. Çox bir-birə Çox qarşı durmuyor hətta indi. Çox gözəl mesaj oldu. Mən son olaraq ikinizdən də bir cümlə istəyirəm. Bugünkü durumla bağlı mesaj olaraq. Onunla da proqram bağlayacağıq. Mənimki Buyurun, bəllidir də. Ya azadlıq ya ölüm. Altay bəy. Gözəl sözdür valla. Hələ o Tamam. Çox təşəkkür edirəm hər ikinizə. Sağ olasın, Bir daha sağ olasın. xatırlatmaq istəyirəm tamaşaçılarımıza ki, bugün iki İran türklərinin təmsilçisi Güney Azərbaycandan, Təbrizdən Kaya Kərimoğlu, milli fəal Kaya Kərimoğlu və Qaşqay türklərindən Qay Partisinin sözcüsü Altay Qaşqay idi. Bir daha təşəkkür edirəm qatıldığınız üçün.